Şəhərli balası. Olmaya kürün ağzını tərsinə çevirmək istəyirsən. Qalxma İsami. O dəmiyə yerdə üzümlük salmaq fikrindəsizsə, onda nasos stansiyasından ötürü buradan yaxşı yer yoxdur. Amma bəzi çətinliklər çıxır ortalığa. Bir bax. Bax bu kürdür, düzdür? Burada bir nasos qoyulur, suyu kürdən alıb, iri hovuza vurur. İkincisi də hovuzdan kanala. Üçüncü nasosda kanaldan o diktirdəki dəmiyə yerlərə. Bu nasosların arasındakı məsafə nə qədər yaxın olsa, suyun təzyiqi bir o qədər güclü olar. Eldar! Pal-paltarını gəl apar. Çox sağ ol. Xəcalətimdən necə çıxacam? 8 Martda Bakıdan mənə təbrik göndərərsən. Ha, deyəsən fikri məni kətdən zorla qovmaq da? Niyə qovuram ki, özün qaçacaqsan? Hələ bilmək olmaz. Əvvəl bu nasos stansiyasını tikək sonra. Çertyojunu hazırlayıram. Qoy görək sən Allah. İnanmırsan, gəl bax. Deməzsən anlattım. Vaxtım yoxdur. Heç lazımda deyil. Heç olmasa şeyləri gətir. Küçüyə atmayacaqsan ki. Bu şəhər uşaqları çox bilmiş olurlar da. Ada, Kərim, ora bax. Kız da üzə baxa, günün gün orta çağı. Nə var İlyas kişi? Yenə o məsələdən ötürü gəlmişəm. Ay kişi, kolxoz torpağı təcrübə sahəsi deyil ki, hər yetən bir eksperiment eləyə. Bir-iki kol əkibsiz, çox yaxşı. Daha professorluq iddiasına düşməyin də. Üzümçülük çətin haqqı hesabdır, başa düş. Bu nə də kişi? Bəlkə sən deyəsən. Bilmirsən. Üzüm toxumudur. Neçə yüz il torpaq altda yatıb. Özü də yabanı zat deyil ha. Becərilən üzümdür. Bir diqqətlə bax. Ay kişi, belə boş-boş şeylərlə vaxtımı alma. Yer gelişim var. Buyur. Yaxşı, deyirim niyə gəlmirsən? Balaca bir xahişim var səndən. Bir neçə günlüyə o mexaniki ver mənə, Eldarı. Nə? Bəsdi! Yığdın lap canımı boğaza! Akşi, bu üzüm sənin lap ağlını çaşdırıb, Heç bilirsən mənim nə qədər dərd sərim var? Bəlkə sana kömək eləməyə adam da verim, ha? 5-10 nəfər, nə az, nə çox. Lap bir brigada! İlyas kişi, sən Allah'ın çıx get buradan. Ömər oğlu, qovursan məni. Yox, qovmuram, qurbanın olayım, yalvarıram sana. Əşi, indi belə işin qoha qoçağıdır,